Əcibdir, Peyğəmbərimizdən bir dəfə sual soruşdular. Həzrət ağladı. Ravi Bəra ibn Azibdir. Nəql edir ki, bir dəfə Muaz ibn Cəbəl buyurur ki, Kanət calisən qəribən min Rəsulillah. Sahabələr əyləşmişdi. Bəra ibn Azib nəql edir ki, deyir, Muaz ibn Cəbəl buyurur, Peyğəmbərə yaxın əyləşmişdi. Bəra nəql edir. Bir Muaz Peyğəmbərimizdən bir sual soruşdu. Buyurdu ki, ya Rəsulallah. Peyğəmbəri çağırdı, Peyğəmbər ona bir nəzər elədi. Buyurdu ki, Əfərəəytə qavləllahi təala yevmə yunfəxu fissur fətə'tunə əfvaca. Nəbə surəsinin 18-ci ayəsini. Buyurdu, ya Rəsulullah, sizin nəzəriniz bu ayədə nədir? Bu sualı çox soruşublar imamlardan, Peyğəmbərdən, imamlarımızdan da gəlibdir. Nəyə görə soruşublar? Yevmə yunfəxu fissur hamıya məlumdur da, çox. O gündə ki, İsrafil o surda, burada o üfürəcək, çalacaq, ölülər diriləcək və burasına sual sorur. Fətə'tunə əfvaca. Sizlər fovc, əfvac yəni fovc sözündən, fovc, yəni dəstə-dəstə. Dəstə-dəstə məhşərə girəcək. Həzrət Rəsulullahdan sallallahu aleyhi ve sellem bu sualı soruşur. Həzrət ağlayır. Buyurur ki, ya Muaz, çox əzəmətli bir məsələdən sual soruşdun. Səəltə min əmrin əzim. Bəzi ən əmrin əzim, bəzi nəqldə gəlib ən əzimin minəl əmr. Eyni mənanı daşıyır. Əzəmətli bir işdən sual soruşdun. Fəərsələ əynək. Fəərsələni yəni göz yaşları Peyğəmbərin axdı, süzüldü. Çox əzəmətli bir məsələdən sual soruşdun. Ya Muaz. Yəni nəyə görə müsəlmanlar o gündə insanlar nəyə görə dəstə-dəstə gələcək? Peyğəmbərimiz burada ağladı. Ağladı. Və cavabında buyurdu ki, o gündə, bəli, həqiqət o cürdür. Fərqli-fərqlidir. Ayrılıq günüdür. Qiyamətin bir adı yevmül cəmdir ha. Bu cəhətdən ki, bütün insanlar cəm olacaq. Amma hamı bir yerdə olmayacaq. Kim kimə yaxın olacaq? Kim kimin dəstəsində olacaq? Hər kəs öz imamınla. Quran buyurur, hər kəs öz imamınla. Kimə iqtid eləmirsən? Kimin məmun olmusan? Kimin arxasıca düşmüsən? Bəli. Peyğəmbərimiz orada başlayır bu xülasə o dünya həyatındakı insanlar heyvani sifətlə yaşayıblar və Həzrət özü buyurub ki, necə dünyadan köçmüsünüz, hansı sifətdə? O cür də məhşərə gələcəksiniz. Peyğəmbər ağlayır orada. Rəhmətəllil aləmin də axı. İstəmir axı insanlar bu sima ilə məşhur olsunlar. Bu gündə deyir, bəziləri gələcəklər ala surətil xinzir. Donuz simasında. Həzrət buyurdu. Birinci buyurdu ki, yuhşəru əşərətu əsnafin min ümməti. O gündə mənim ümmətim 10 sinif, 10 dəstədə gələcək. 10 dəstədə. Və qəd məyyəzəhumullah minəl muslimin. Onları Allah Teala müsəlmanlardan ayırıbdır. 10 dəstə insan simasında deyil. O həqiqi müsəlmanlar. Fəqət məyyəzəhumullah Teala minəl muslimin. Onları təmyiz eləyib. Ayırıb da. Yevməl fəsildir. Ayrılıq günüdür.